1960-cı illərdə Amerika kəşfiyyatı Xəzər dənizində nəhəng uçan və dəniz üzərində hərəkət edən qəribə bir obyekt gördü. Onlar buna Caspian Sea Monster, yəni Xəzər canavarı adını verdilər. Bu nə gəmi idi, nə də təyyarə. Bəs əslində nə idi? Sovet İttifaqı niyə belə bir texnologiya düzəltdi? Və necə oldu ki, bu nəhəng maşın faciəvi sonluqla tarixə qarışdı? SSRİ-də 1960-cı illərdə yeni bir ideya ortalığa atıldı. Ekranoplan. Bu, suyun səthindən bir neçə metr yüksəklikdə uçan nəhəng nəqliyyat vasitəsi idi. Aerodinamik qanunlara əsaslanırdı. Ground effect, yəni səthin yaxınlığında hava yastığı effekti ilə uçmaq. 1966-cı ildə isə ən nəhəngi hazırlandı. KM, yəni Corable Maquette. ABŞ peşləri bu nəhəng maşını gördükdə təəccübləndi. 92 metr uzunluq, 544 ton ağırlıq, 10 ədəd nəhəng turboaktiv mühərrik. Bu qədər böyük bir texnika nə gəmi idi, nə də təyyarə. Sovetlər bunu nə üçün tikdi? Çünki soyuq müharibə dövründə ABŞ və SSRİ nüvə başlıqları, raketlər, bombalar yarışında idilər. KM ekranoplan isə gizli silah daşıya bilirdi. Raketlər, əsgərlər, texnika, radarlar onu asanlıqla aşkar edə bilmirdi. Çünki suyun səthindən cəmi 5-10 metr yüksəklikdə uçurdu. Üstəlik saatda 500 km sürətlə hərəkət edirdi. Yəni bir gəmidən qat-qat sürətli, təyyarədən isə daha təhlükəsiz idi. Bu gəmidə ən güclü NK-87 turboaktiv mühərriklərdən 10 ədəd quraşdırılmışdı. Bu mühərriklər sayəsində nəhəng maşın sanki dəniz üzərində uçurdu. Üstünlüklər. Radarın aşkar etməsi çətin idi. Nüvə silahlarını sürətlə daşımaq olurdu. Uzaq məsafələri az vaxta qət edirdi. Amma çatışmazlıqlar da vardı. Çox yanacaq sərf edirdi. İdarə etməsi çətin idi və yalnız dəniz üzərində hərəkət edə bilirdi. 1980-cı illərdə ekranoplan sınaqlardan keçirdi. Amma 1980-cı illərin sonunda ilk KM ekranoplan qəza etdi. Pilotun idarə etmədə buraxdığı səhv nəticəsində nəhəng maşın Xəzərin sularına çırpıldı və batdı. Bu qəza ekranoplan layihəsinə böyük zərbə vurdu. Çünki bu maşın çox bahalı idi. Dəqiq qiymət gizli saxlansa da, müasir pulla hesablasaydıq, bir ədəd ekranoplanın dəyəri bir neçə milyard manata bərabər olardı. ABŞ-ın casus peykləri 1967-ci ildə Xəzərdə nəhəng, naməlum bir obyekt gördü. İlk dəfə o vaxt dünyaya sir açıldı. Onlar buna Caspian Sea Monster adını verdilər. Çünki gördükləri şey heç bir məlum texnologiyaya bənzəmirdi. CIA uzun müddət araşdırsa da, ekranoplan SSRİ-nin ən məxfi layihələrindən biri olaraq qaldı. Sovetlər ekranoplanların davamını gətirməyə çalışdılar. Lung Class ekranoplan yaradıldı. O hətta raket daşıya bilirdi. Amma 1991-ci ildə SSRİ dağıldı və bu bahalı layihə yarımçıq qaldı. Çünki iqtisadi çətinliklər vardı. Texnologiya çox bahalı, istifadəsi isə məhdud idi. Nəticədə Xəzər canavarı tarixdə qaldı. Bəs ekranoplan ideyası ölübmü? Əslində yox. Bugün Rusiya, Çin və ABŞ hələ də bu texnologiya üzərindən araşdırmalar aparır. Çünki dəniz üzərində sürətli hərbi nəqliyyat hələ də çox cəlb edici fikirdir. Amma Xəzər canavarı Caspian Sea Monster heç vaxt unudulmayacaq. Soyuq müharibənin ən sirli texnologiyalarından biri kimi tarixdə qalacaq.